İsveçrədən Zəki dayı ilə sizləri salamlayırıq. Deməli, gözəl İsveçrədən. Hansı ki, bilirsiniz ki, Zəki dayı da, mən də hər ikimiz İsveçrədə mühacir həyatı yaşayırıq və bugün bazar günüdür, istirahət günüdür. İstirahət günündə Elədir. İsveçrəlilər dincəlir, mən də dincəlirdim. Neçə gün qabaq Zəki kişi ilə danışmışdıq ki, bazar günü çıxarıq canlıya. Elə birdən zəng elədi ki, eşat çıxaq da canlıya. Dedim, ama mənim gözüm üstə çıxaq da. Deməli, mövzu nə olacaq Zəki dayı? Deməli, Bəli. Azərbaycan hakimiyyəti mehmandır, sonra qabildir, sənsən, mənəm, Emindir. Yəni vətən xaini deyə saytlar hansı ki prezident aparatından maliyyələşir, hansı ki DTX Əli Nağıyev tərəfdən maliyyələşir. Bunlar yəni Avropada söyüştül müxalifət deyə Bəli, bütün bəli. şeyləri tirajlayırlar. Amma mən bir dənə Elədir. başlıq yazmışam, yəqin ki sən onu görmədin. Mən yazmışam ki, Bakıda Peysər Yap hakimiyyəti. Ay sağ ol, qəşəng yazmışsan. Vallahi Valla. şanımsın. Bakıda Hələ Peysər, Hə. Peysər hələ yaxşı sözdür. İnandım, nə gözəl sözdür. Deməli, nəyə Yazmışsın görə belə ha. yazmışam Zəki dayı? Bunu da Hə. tarixə salmaq istəyirəm. O mağara adamı ilk məhəbbəti eşşək olanlar, Həli. 90'larda Bakıya gəlib saçqa talafanı ilə yeyənlər, nə bilim eşşəyin də ana Sibelcanın şəklini qoyub bazlıq edənlər. Bu sözün müəllifi mənəm. Amma Həli. yeni bir söz ideya gəlib ağlıma. Yəni bunu da tarixə keçirdəcəyik. Avropada söyüşçül müxalifət yox, blogerlər yox. Bakıda Peysər Yap hakimiyyəti. Ay sağ ol. Əsl Peysər. Doğrudan da. Onlar ki yazırlar ki, Avropada söyüşçül müxalifət. Biz də artıq bunu həyata keçirməliyik ki, hər kəs desin ki, Azərbaycanda ən əsas da Bakıda Peysər Yap hakimiyyəti. Yəni bunlar Peysər atmaqdan qayıf tuturlar və söyüldükcə də nə bilim, Ləzzət alırlar. ləzzət almaq o yana, ləzzət almaq. Söyüldükcə də İlham Əliyevin, Hikmət Hacıyevin gözündə qalxırlar. Məsələn, bu Razmavar, Samavar var da biri, Kürddür. Həli. And olsun Allaha, onun özü Kürddür və onun öz videosu var ki, deyir, mən Kürdəm. Yəni, onun Azərbaycanlılara bir aidiyyəti yoxdur. Nə bilim, indi gedir Röyanın yanında poz verir, o yandan gəlir Hikmət Hacıyevlə görüşür. Yəni, bunlar Azərbaycanda konkret olaraq Kürdistan yaradılır. Bu bir mənalı şəkildə. Bunun ikinci bir adı yoxdur. İkinci bir adı yoxdur. Və Azərbaycana necə olur ki, Rusiyada götünü çöplədən, yəni Rusiyada əziyyət çəkən qardaşlarımıza aid deyil ha. Məsələn, bu İlqar Hacıyevin yanında işləyib, arvadı gedib İlqar Hacıyevin uşaqlarına dərs deyib orada. Yəni belə də bilsən, belə imkanlı adamların həmişə yanında olmağa, mənim hakimiyyətə girməyə meyilli adam olub. İndi də Hikmət Hacıyev deyir ki, malades. Niyə bu? Mən 4 ildən qoymuşam Azərbaycan ordusuna. Mən olan vətən xaini. Rusiyada müharibə başlayanda Azərbaycanı qaçıb gəlib TikTokda klonluq eləyən adam olubdur milli qəhrəman. Belədir. İndi sözü verirəm Zəki dayıya. Zəki dayı, Hikmət Hacıyev deməli vətən xainləri deyərək müraciət eləyir. Bizim də müraciətimiz budur ki, Peysər Yap hakimiyyətinin prezidenti Peysər İlham Əliyevin Peysər köməkçisi Hikmət Hacıyev. Zəki dayının sənə sözü var. Buyur Zəki dayı, mən səsi bağlayıram. Allah razı olsun səndən. Həqiqətən də bu verilişi hazırladığına görə. Yəni bu çox gözəldir. Ən əvvəl onu demək istərdim ki, bütün Elşad, Qabil, Zəki kişi və onların əqidə qardaşlarını sevənlərin və bizlə bərabər mübarizəyə, təşkilatçılığa hazır olanların Allahın nəzəri, ruzi bərəkəti başının üstündə olsun. Moderatorlarda da təşəkkür edirik ki, sağ olsunlar ki, qoymurlar ki, trollar istədikləri kimi burada yoxsunlar. İndi